Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilərim. Mən Həcər müəllimə. Bugün sizlərə 11-ci sinif dərsliyində verilmiş mikrobiologiya bölməsindən danışacağam. Dərslik üzərindən izah etməyə qərar verdim, çünki dərslikdə verilən vacib məqamlara toxunmaq istədim. Mikroorqanizmlər ölçüləri 0,1 %1 və 100 mikrometr ölçüdə olan kiçik orqanizmlərdirlər. Və bu orqanizmlərin içərisində həm hüceyrəvi quruluşa malik olanlar, həm də hüceyrəvi quruluşu olmayan orqanizmlər var. Buna görə müasir təsnifatda mikroorqanizmləri hüceyrəvi quruluşun olub-olmamasına görə qruplaşdırırlar. Hüceyrəvi quruluşa malik olmayanlar viruslardır. Viruslardan nuklein turşular və zulallardan ibarətdir və bu nuklein turşularının növünə görə RNT və yaxud da DNT tərkibli viruslar olaraq bölünürlər. RNT tərkibli virusları rahat yadda saxlamaq üçün Q hərfi ilə başlayanlar RNT tərkiblidir. Qrip, qızılca, quduzluq, giç, bunlar RNT tərkiblidirlər. Həmçinin hepatit A, C, RNT yazaq bura, ensefalit, bunlar RNT tərkibli viruslardır. Həmçinin tütün mozaikasını yaza bilərəm bura, SARS-CoV-19'u yaza bilərik bura ki, bunlar RNT tərkibli viruslardır. DNT tərkibli viruslara isə bakteriyofag, hepatitlərin B forması, adenoviruslar, çiçək, bakteriyofag adenoviruslar, bir də human papilloma virus, uşaqlıq ağzı xərçəngi virusu, bunlar da DNT tərkibli viruslardır. Ümumiyyətlə, hüceyrəvi quruluşa malik olan orqanizmlərdə irsi məlumatın daşıyıcıları yalnız DNT-dir. Amma qeyri-hüceyrəvi quruluşa malik olanlarda, yəni viruslarda, hüceyrə quruluşu olmayanlarda isə DNT və yaxud da RNT hər ikisi irsi məlumat daşıyıcısı ola bilər. Çünki bir orqanizmdə bunlar ikisi birlikdə deyirlər. RNT tərkiblilərdə RNT-dir məlumat daşıyıcısı, DNT tərkibli viruslarda isə DNT-nin özüdür. Hüceyrəvi quruluşa malik olanları isə prokaryotlar və eykaryotlar olaraq bölürük və bunların arasında parazit nümayəndələr də vardır. Parazitlərdə də deyir bir sıra parazitliklə əlaqədar uyğunlaşmalar meydana çıxmışdır. İrəliləyən hissələrdə həmin o uyğunlaşmaları qeyd edəcəyik. Demək, viruslar və hüceyrəvi quruluşa malik olan mikroorqanizmlər 0-dan %1 və 100 mikrometr ölçüsündə olan çox kiçik orqanizmlərdirlər. Əsasən virus, bakteriya, göbələk, bitki və heyvan orqanizmləri daxildir. Deməli, mikroorqanizmlərə 4 aləmin 4-ündə də rast gəlmək olur. Və bunların qidalanmasına görə, karbon və azot mənimsəmələrinə görə fərqləndirirlər. Karbon mənimsəməsinə görə biz daha öncədən avtotrof və heterotrof anlayışlarını işlədirdik. Azot mənimsəmələrinə görə isə amino avtotroflar və amino heterotroflar olaraq bölünürlər. Amino avtotroflar azotu qeyri-üzvi birləşmələrdən əldə edənlərdirlər. Yəni, məsələn, azot mənbəyi kimi istifadə edirlər ammonium duzlarından və ya havanın sərbəst azotundan. Buna görə də amino avtotroflardılar. Amino heterotroflar isə bunlar azot mənbəyi kimi üzvi maddələrdən, amin turşularından və zulallardan istifadə edirlər. Mikroorqanizmlərin hüceyrəvi kimyəvi tərkibinə daha doğrusu baxdıqda zülal, karbohidrat, lipid, nuklein turşuları, su, sərbəst su və birləşmiş şəkildə olan demək, hüceyrə strukturların elementlərinin 80-85%-ni təşkil edir və digər maddələr, yəni bunları elementlər falan daxildir. Zulallar dedikdə inşaat, energetik, nəqliyyat, hərəkət, müdafiə, siqnal və s. funksiyaları yerinə yetirirlər. Üzüm maddələrdən karbohidratlar əsasən polisaxaridlər şəklində olur və hüceyrə divarını təşkil edirlər. Sitoplazmada isə nişasta və glikogen şəklində olurlar. Lipidlər ən çox turşuya davamlı bakteriyalarda daha çox olur. Struktur və energetik, yəni struktur dediyi inşaat və energetik funksiyası yerinə yetirir. Nuklein turşuları ribosomların, xromosomların tərkibində olur. Sərbəst su dedik, bunlarda suyun miqdarı digər orqanizmlərə görə daha çoxdur və digər elementlər də daxildir.
Və mikroorqanizmləri öyrənən elm mikrobiologiyadır. Mikrobiologiyanın banisi Louis Pasteur'dir. Müasir mikrobiologiya və immunologiyanın banisi Louis Pasteur'dir. Mikrobiologiyanın şöbələrinə gəldikdə, mikrobiologiyanın əsas iki şöbəsi vardır. Ümumi və xüsusi mikrobiologiya. Ümumi və yaxud da təməl mikrobiologiya dedikdə, bu mikroorqanizmlərin həyat fəaliyyətini, onlarda baş verən dəyişiklikləri, tənəffüsü, çoxalmasını, irsiyyətini və s. öyrənir. Yəni, ümumilikdə mikroorqanizmlərin ümumi xüsusiyyətlərini öyrənir. Buna görə də ümumi və yaxud da təməl mikrobiologiya deyilir. Xüsusi mikrobiologiya isə ayrı-ayrı mikroorqanizmlərin xüsusiyyətlərini öyrənir və bunun özünün bir sıra şöbələri vardır. Tibbi, baytarlıq, sənaye, aqromikrobiologiya, birində hətta buradan məsələn D olaraq qeyd edirəm, aeromikrobiologiya, havanın mikroorqanizmlərini öyrənir və bizim öyrəndiyimiz şöbələri hələ ki bunlardılar. Tibbi mikrobiologiya adı üzərində insanda xəstəlik törədən mikroorqanizmlərin və bu zaman xəstəlik zamanı insanda baş verən dəyişiklikləri öyrənir. Tibbi mikrobiologiyanın aid olduğu sahələrdən biri sanitar mikrobiologiyadır ki, bu yoluxucu xəstəliklər insana vurduğu ziyanı tibbi mikrobiologiya öyrənir. Onların aşkar edilməsi və qarşısının alınma yollarını isə sanitar mikrobiologiya öyrənir. Yəni, sanitar mikrobiologiya tibbi mikrobiologiyanın nəzdindədir. Baytarlıq mikrobiologiyası heyvanlarda həm xəstəlik törədən mikroorqanizmləri, həm də onların məhv edilmə üsullarını. Deməli, insanda fərqli idi. Tibbi mikrobiologiya insanda olan xəstəlikləri öyrənir. Xəstəliyin bizə vurduğu ziyanı öyrənir. Sanitar isə onların aşkar edilməsi və onlara qarşı profilaktik tədbirləri öyrənir. Baytarlıq isə hər ikisini öyrənir. Yəni, həm heyvanda olan xəstəlikləri və həmçinin onların məhv edilmə üsullarını. Aqromikrobiologiya torpaq mikroflorasını öyrənir. Yəni, torpağın münbitliyində, bitkilərin qidalanmasında mikroorqanizmlərin rolunu öyrənir. Sənaye mikrobiologiyası isə dərmanların, fermentlərin, vitaminlərin, spirtlərin, yəni qida maddələrinin istehsalında mikroorqanizmlərin rolunu öyrənir və bu elm özü biotexnologiya elmi ilə əlaqəlidir. Çünki sənayedə mikroorqanizmlərdən əldə etdiyimiz məhsulları biotexnologiyada öyrənirik. Aeromikrobiologiyada isə havada olan mikroorqanizmləri öyrənirik. Və sənaye mikrobiologiyası bayaq qeyd etdiyim kimi biotexnologiya ilə sıx əlaqəlidir. Bu, bioloji maddələri yaradan mikroorqanizmləri öyrənir. Və biotexnologiya isə həmin o mikroorqanizmlərin sənaye istehsalı üçün istifadəsini öyrənir. Mikrobiologiya elmi ilə birlikdə immunologiya da yaranmışdır. Dedim ki, bunların banisi Louis Pasteur'dir. Məlumat harda qeyd olunub desəniz, 11-ci sinif həyatın əmələ gəlməsində. Biogenez nəzəriyyəsində Pasteur kolbaları qaynadır. Həmin o kolbalardan mikroorqanizmlərin və yaxud da belə deyək də, canlının cansızdan əmələ gəldiyini inkar edir. Həmin vərəqin arxa tərəfində Pasteur haqqında məlumat var. Orada qeyd olunur ki, 1861-ci ildə aparmışdı həmin təcrübəni və müasir immunologiya və mikrobiologiyanın banisidir. İmmunologiya nədir? Orqanizmin daxili mühitin sabitliyini qoruyan immun sisteminin strukturunu və funksiyalarını öyrənir. Deməli, daxili mühitin sabitliyi asılıdır, əsasən mineral maddələrdən və bunu da öyrənən elm sahəsi olacaq immunologiya. Mikroorqanizmlər və ətraf mühit torpağın mikroflorası. Torpağın mikroorqanizmləri dedikdə burada yaşayanların əksəriyyəti saprofitlər. Amma bununla yanaşı torpaqda xəstəlik törədən mikroorqanizmlərə də rast gəlinir. Və yaşadıkları yer onların sığınacaqları rolunu oynayır. Buna görə də bir çox xəstəliklər torpaqdan yoluxa bilər. Biraz sonra qeyd edəcəyik hansı xəstəliklərdir. Ümumiyyətlə, torpağın mikroorqanizmləri dedikdə, torpaqda yaşayan bütün mikroorqanizmlər birlikdə onun mikrobioloji tərkibini təşkil edir. Əsasən torpağın 5-20 sm dərinliyində mikroorqanizmlərin miqdarı daha çox olur. Çünki günəş
təmas etdiyi torpaq səthində mikroorqanizmlərin yaşaması üçün əlverişli mühit olmur. Buna görə də onlar bir qədər daxildə, yəni 5-20 sm dərinlikdə daha çox yaşayırlar. Burada rütubətin miqdarı çoxdur, həmçinin üzvi və mineral maddələrin miqdarı çoxdur. Dərinlik artdıqca, məsələn 1 metrdə isə onların miqdarı minimuma enir. Yəni çox az miqdarda rast gəlinir. Bəs ümumiyyətlə desələr ki, torpağın maksimum nə qədər dərinliyində biz canlıya rast gələ bilərik? 11-ci sinif ekologiya biosfer bölməsindən bilirik ki, torpağın 12 kilometr dərinliyində neft yataqlarında anaerob bakteriyalara rast gəlinir. Yəni 1 metrə qədər bizim gördüyümüz mikroorqanizmlərin əksəriyyətinin sayı minimumdur. Amma 12 kilometr dərinlikdə isə anaerob bakteriyalara rast gəlmək olar. Mikroorqanizmlərin torpaqda yayılması həm torpağın tipindən, həm də iqlim qurşağından asılı olaraq dəyişə bilir. Cənubda münbit və gübrələnmiş torpaqlarda mikroorqanizmlərin miqdarı daha çox olur. Torpaqda azot fiksə edici, nitrifikasiya, denitrifikasiya, selyoza parçalayıcı bakteriyalar, göbələklər, şibyələr, həmçinin bir sıra ibtidailərə təsadüf edilir. Bunlar demək üzvi qalıqları parçalamaqla, biokimyəvi funksiya yerinə yetirməklə maddələr dövranının həyata keçməsində mühüm rol oynayırlar. Yəni bunlar qeyri-üzvi maddələri parçalayırlar, atmosfer havasındakı azot bitkilər tərəfindən mənimsənilir və beləliklə də maddələrin təbii dövranı həyata keçirilir. Torpaqdan yoluxacağımız xəstəliklər, bakteriyaların sporları yara nahiyəsinə düşdükdə tetanus və qazlı qangrenaya səbəb olur. Botulizm isə torpaqdan meyvə və tərəvəzə, həmçinin müxtəlif qida maddələrinə keçməklə insanı yoluxdurur. Deməli, torpaqdan yaraya düşən tetanus və qazlı qanqrena törədiciləri, həmçinin botulizm törədiciləri yoluxmaq olar. Helmintlər dedikləri parazit qurdlardılar. Parazit qurdların əsas yaşayış mühiti torpaqdır. Buna görə də onların yumurtaları torpaqdan qida vasitələrinə keçməklə və yaxud da küləşlə gəlməklə insan orqanizminə yoluxa bilər. Yaşayış məntəqələrinin yaxınlığında yaşayış məntəqəsi üçün ərazi seçilərsə, epidemioloji göstəricilər nəzərə alınır və həmin torpağın sanitar mikrobioloji müayinəsi aparılır. Bu zaman 1 qramda olan bakteriyalara, patogen mikroorqanizmlərin miqdarına diqqət edilməlidir. Yəni, sanitar mikrobioloji müayinə üsullarında 1 qram torpaqda olan bakteriyaların ümumi sayı, bağırsaq çöplərinin sayı, termofil, yəni istilik sevən bakteriyalar, əgər epidemioloji göstəriciləri olarsa, salmonella, tetanus, botulizm və bəzi viruslara görə təyin edilir. Torpağın sanitar mikrobioloji müayinəsi 1 qramına görə aparılır. Daha çox danışmaq istəmirəm, çünki əsas hissələri vurğulamaq istəyirəm. Su mikrobioloji müayinəsində su ümumiyyətlə deyirik, təbii su mənbələrinin özlərini yeniləmək, təmizləmək xüsusiyyətinə malikdir. Çünki su durulduqda günəş şüaları suyun dibinə qədər düşə bilir və beləliklə durulmuş suda olan mikroorqanizmləri məhv eləyə bilirlər. Bu, suyun fiziki və kimyəvi, həmçinin bioloji amillərindən asılıdır. Bu təmizləmələrin olmasına baxmayaraq, yenə də su hövzələrində mikroorqanizmlər geniş yayılır. Ən çox torpaq mikroorqanizmlərinə, bağırsaq mikroflorasının orqanizmlərinə rast gəlmək olur. Məsələn, enterokoklar suda fəaliyyətlərini bir neçə gün saxlayırlar, bəziləri isə həftələrlə və aylarla suda yaşama qabiliyyətinə malikdir. Açıq su hövzələri insan və heyvan ifrazat məhsulları ilə çirkləndiklərinə görə burada mikroorqanizmlərin miqdarı daha çox olur. Çünki açıq su hövzələri dediyimiz dənizdir, göldür, çaydır. İfrazat məhsulları bu hissələrə axıdılır. Buna görə də yaşayış məntəqələri ərazisində və yaxud da ona yaxın olan ərazilərdə bağırsaq mikroorqanizmlərinin miqdarı daha çox rast gəlinir və bunun da təmizləmə üsulları vardır. Təmizləmənin başlıca səbəbi su hövzələrində olan iri hissəciklərin çökməsi, şəffaf su günəş şüalarını yaxşı keçirdir. Buna görə də mikroorqanizmlərin bir qismi məhv olur. Yəni onların sayını azaldır. Amma bu o demək deyil ki, mikroorqanizmləri tamamilə təmizləyirlər.
Birinci növbədə ən çirkli su mənbələri olacaq çirkab suları. Bunlar adətən zərərsizləşdirildikdən, yəni təmizləmə filtrlərdən keçdikdən sonra dəniz və çaylara axıdılır. Buna görə də bu sular ümumi su hövzələrinin çirklənmə mənbəyidir. Burada çirkab sularında demək, tullantı məhsullarının miqdarı daha çox olur. İkinci yerdə olacaq açıq su hövzələri. Açıq su hövzələri çaylar, göllər dedik, insan və heyvan ifrazat məhsulları ilə zəngindir. Buna görə də torpaq vasitəsilə çirkləndirilir. Üçüncü olacaq qurunt suları. Qurunt suları təmiz sulardır əslində. Sadəcə torpaqdan süzülüb gəldiyinə görə onun tərkibində torpaq mikroorqanizmlərinin miqdarı e, nisbətən azdır. Yəni torpaq mikroorqanizmlərin miqdarı azdır, amma ümumiyyətlə rast gəlinir. Çünki torpaq qatlarından keçib gəldikdə torpaqda olan mikroorqanizmlərə rast gəlinir. Və dördüncü olaraq bunların içərisindən ən təmizi mərkəzləşdirilmiş su kəmərləridir ki, bu artıq yaşayış məntəqələrinə ötürülən sudur. Buna görə də xlorlaşdırma, azonlaşdırılma üsullarından istifadə edirlər. Dezinfeksiya, sterilizasiya üsullarıdır ki, bunları da elmə gətirmişdir, yenə Pasteur. Və bura mikrobioloji nəzarət mövcuddur. Çünki su bağırsaq infeksiyalarının geniş yayılmasına səbəb olan bir maddədir. Və suda demək, sudan yoluxa biləcəyimiz xəstəliklər qarın yatalağıdır, dizenteriyadır, vəbadır, salmonyelladır və s. Ümumi götürəndə qidada, suda, havada, torpaqda hamısında biz bağırsaq çöplərinin miqdarına nəzarət edirik. Çünki insanla yeganə simbioz yaşayan canlılar bağırsaq çöpləridirlər. Və 1 ml suda mikrob ədədi 100 ədəddən artıq olmamalıdır. Yəni bunun yol verilən qatılıq həddi kimi götürsək, 1 ml suda 1 ml suda 100 ədəddən çox olmamalıdır. Suda da dediyi zərərsizləşdirmə, sterilizasiya, dezinfeksiyadır ki, bunu da elmə Pasteur gətirmişdir. Xlorlaşdırmaqla da zərərsizləşdirirlər. Əsasən amma azonlaşdırmadan və xlorlaşdırmadan istifadə olunur. Biz güman edirik ki, suyu qaynatmaqla bakteriyaları öldürmək olar. Əksər bakteriyalar 70 dərəcədə məhv olurlar. Amma Sakit Okeanda aparılan tədqiqatlarda 250-400 dərəcə temperaturun olduğu və 105 dərəcəli suyun içərisində canlı bakteriyanın olması bu düşüncələrin əksini söylədir. Əksər bakteriyalar 70-də məhv olduğu halda 105 dərəcə temperaturdan aşağıya doğru düşdükdə 80 dərəcəyə çatdıqda bakteriyalar fəaliyyətlərini dayandırmış və sanki üşüməyə başlamışlar. Buna görə də onlar spora çevrilmişlər. Deməli, heç 70 dərəcəyə çatmamış 80 dərəcədə artıq bunlar fəaliyyətlərini dayandırır. Deməli, bunlar termofil bakteriyalardılar. Yəni, bütün bakteriyaları qaynatmaqla məhv etmək anlayışı doğru deyil. Atmosfer havasının mikroflorası, bunu atmosferin mikrobiologiyasını öyrənən elm sahəsi aeromikrobiologiyadır. Torpağın çirklilik dərəcəsi atmosferi də çirkləndirir. Ona görə atmosferin əsas təbii çirklənmə mənbəyi torpaqdır. Hətta küləkli havada mikroorqanizmlərin miqdarı artır və torpaq mikroflorasına yaxın olur. Yağışlı havada isə mikroorqanizmlər azalır, çünki yuyularaq havadan təmizlənirdilər. Qapalı yerlərdə hava mikroflorasını təmizləmək üçün bu müəyyən havalandırma sistemlərindən istifadə olunur, qapalı məkanlarda falan. Amma daha yaxşı olar ki, günəş şüası ilə, işıqlanma ilə mikroorqanizmlərin miqdarı azalmış olsun. Havadan yoluxduğumuz xəstəliklər toz damcı infeksiyalardır. Qrip, qızılca, göz öskürək, difteriya, vərəm. Bunlar tənəffüs yollarında danışarkən öskürmə, askırma zamanı demək, xəstə orqanizmdən havaya yoluxa bilir, havaya buraxıla bilir və beləliklə də sağlam orqanizmə yoluxur. Havanın sanitar mikrobioloji müayinə üsullarından 2 dənə əsas üsul öyrənirik. Çökdürmə və aspirasiya. Çökdürmə zamanı mikroorqanizmlərin ancaq tərkibini öyrənmək olur.
Aspirasiya zamanı isə bu qidalı mühitdən sovrulduğuna görə sayını və tərkibini öyrənmək mümkündür. Deməli, çökdürmə üsulu ilə mikroorqanizmlər qidalı mühitin səthinə mexaniki çökdürülür. Buna görə də onların yalnız tərkibi öyrənilir. Aspirasiya üsulu ilə qidalı mühitdən keçərək sovrulurlar. Sovrulduqlarına görə sayını və tərkibini də öyrənmək olur. Təbii və süni ventilyasiya yolu ilə qapalı yerlərdə mikroorqanizmlərin miqdarını azaltmaq mümkündür. Həmçinin cərrahiyyə otaqlarında ultraviyoleti şüalarla təsir etməklə də mikroorqanizmləri havada təmizləyirlər. Və sanitar bioloji demək havada sanitar mikrobiyoloji müayinəyə baxsaq, 1 kub metr havada olan bakteriyaların ümumi sayı, streptokokların sayı, patogen və şərti patogen orqanizmlər təyin edilir. Bu da oldu havanın mikrobiyoloji müayinəsi üsulları. Qida məhsullarının mikroflorası. Ümumilikdə qida məhsulları mikroorqanizmlərin yaşaması üçün çox əlverişli yerdir. Burada həm saprofit, həm də parazit mikroorqanizmlərə rast gəlinir. Qidanın növündən, mənşəlindən, saxlama şəraitindən asılı olaraq həmin o qida məhsullarında mikroorqanizmlərin miqdarı dəyişir. Əsasən təzə məhsullarda qida sulu olduğuna görə, temperatur olduğuna görə, məsələn, təzə kəsilmiş ət. Təzə kəsilmiş ətdə temperatur da var, su da var. Çünki biz dərsin əvvəlində qeyd etdik ki, mikroorqanizmlərin tərkibində 80-85% su var. Deməli, onların suya ehtiyacları var. Hətta dərsin sonunda da bu hissəyə bir də toxunacağam. Təzə ət məhsullarında daha çoxdur. Qurudulmuş məhsullarda isə susuzlaşma olduğuna görə onlarda mikroorqanizmlərin miqdarı daha az olur. Və xəstə heyvanın ətindən bağırsağa daxil olan patogen və şərti patogen orqanizmlərə rast gəlinir. Və bunlar da demək qidalanan insanlara yoluxurlar. Məsələn, balığın bağırsağına keçmiş Clostridium və Salmonella cinsi bakteriyalar torpaqdan balığın bağırsağına keçir və onunla qidalanan insana da yoluxmuş olur. Bundan başqa, məsələn, heyvan əti ilə, südü ilə yoluxa biləcəyimiz bruselyoz xəstəliyidir. Kalbasa məmulatlarından daha çox botulizm törədiciləri insana yoluxur. Duzlanmış, hisə verilmiş, nə bilim, təzə balıq, bunların heç birini düzgün saxlamadıqda, saxlama şərtlərinə əməl olunmadıqda onlarda da zəhərlənmələr, qida zəhərlənmələri meydana çıxır. Konservləşdirilmiş məhsullarda ət, balıq, tərəvəz məhsulları adətən steril olur. Konservləşmədə termofil aerob, anaerob bakteriyalar olmamalıdır. Bunların bəzilərinin sporları məhv edilsə də, bəzi sporlar həyat qabiliyyətini saxlaya bilir. Ona görə də konservləri düzgün saxlama şəraitində saxlamadıqda, həmin o sporlar həyat fəaliyyətinə davam edə bilirlər. Zoonoz infeksiyaları heyvandan insana yoluxan xəstəliklərdir. Məsələn, bruselyoz, çu qızdırması və yaxud da qurey qızdırma, naməlum qızdırma 1935-ci ildə Derik tərəfindən elmə gətirilmişdir. Bu da xəstə heyvanın südü ilə ötürülür. Bunun haqqında məlumat lüğət hissədə verilib 11-ci sinif dərsliyində tövsiyə edərəm ki, baxasınız. Həmçinin süd məhsulları və südlə yoluxulan xəstəliklər var ki, laktobakteriyalar, streptokoklar, mayalar, spesifik mikroflora var idi və bunlar da demək onun tərkibində olan mikroorqanizmlərdirlər ki, insanda xəstəlik törədə bilirlər. Əgər süd məhsulları deyirsə 1 qramına görədir, süd dedikdə isə 1 litrinə görə mikrobioloji müayinə zamanı mikroorqanizmlərin miqdarı müəyyən edilir. Ət məhsullarında isə ət və ət məhsullarında 1 qramında olan bakteriya və bağırsaq çöplərdir. Salmonellaya baxdıqda isə 5 qramında olan salmonellaların miqdarına görə təyin edilir. Konservləşdirmədə bayaq qeyd etdiyim mezofil aerob, mezofil anaerob mikroorqanizmlər olmamalıdır. Epidemioloji göstərici olarsa stafilokok, botulizm törədiciləri, toksini, termofil aerob, anaerob, maya, çift göbələklərinə görə epidemioloji göstəricilər demək təyin edilir. Konservlərdə həmçinin patogen mikroorqanizmlər, mikroblar yəni olmamalıdırlar.
İnfeksion xəstəliklərin gedişində mikroorqanizmlərin roluna gəldikdə, ümumiyyətlə, parazitlərin təkamülünə baxdıqda, onlar uzun sürən təkamül nəticəsində müəyyən dəyişikliklər əldə ediblər. Əvvəlcə ətraf mühitdə yaşama qabiliyyətini itirməyən parazitlər, sonra ətraf mühitdə yaşama qabiliyyətini itirmiş, yalnız sahib orqanizmdə yaşamağa uyğunlaşan parazitlər əmələ gəlib. Daha sonra isə onlar ancaq müəyyən toxuma və orqanlara görə uyğunlaşma əldə ediblər. Məsələn, malyariya xəstəliyinin törədicisi qaraciyər və qan hüceyrələrindədir. Dizenteriya törədicisi yoğun bağırsaqdadır. Hepatit virusları qaraciyərdədir və s. Yəni müəyyən toxuma və orqanlara görə ixtisaslaşma gedib. Xarici mühitdə və orqanizmdə fəaliyyətinə görə mikroorqanizmləri 3 qrupa bölürük. Saprofitlər. Bunlar ətrafda insan və heyvan orqanizmlərində yaşayır, sadəcə mühit olaraq istifadə edirlər və xəstəlik törətmirlər. Mütləq patogenlər isə həssas orqanizmə daxil olduqda mütləq xəstəlik törədirlər. Yəni bunlar uzun müddət orqanizmdən kənarda yaşaya bilir, amma orqanizmə daxil olduqda isə xəstəlik törədirlər. Şərti patogenlər insanla simbioz və insan və ya digər canlı ilə simbioz münasibət qurur. Xəstəlik törətməsi onun üçün şərt deyil, lakin simbioz münasibətin pozulması nəticəsində xəstəlik törədirlər. Məsələn, şərti patogenlərə bağırsaq çöpünün özünü aid etmək olar. İnfeksion proseslərin baş verməsi patogen orqanizmlərin, yəni onlar toksiki maddələr ifraz edirlər. Bu zaman hüceyrədə və orqanizmdə zəhərlənmələrə səbəb olur. Bu da demək onların törətdiyi xəstəliklərə gətirib çıxardır. Həmçinin səthi strukturda mən bir bəndlərdən izah edeyim. Sahib orqanizm hüceyrələrinə yapışmayan mikroorqanizmlər hüceyrə səthinə seliş və ya digər maddələrlə yuyularaq kənarlaşdırılır. Yapışmırsa, deməli bu qeyri-həssas orqanizmdir. Yəni bu zaman yoluxma baş vermir. Amma sahib orqanizmin hüceyrəsində yapışma infeksion prosesin ilk mərhələsidir. Yəni uyğun reseptor olduqda mikroorqanizm səth strukturuna yapışır və beləliklə də həmin hüceyrənin yoluxması baş verir. Əgər seliş olarsa, hüceyrənin səthində onu yuyularaq kənarlaşdırır, yəni reseptoru yoxdursa, bu olacaq qeyri-həssas orqanizm. Amma xüsusi strukturlar var ki, bunlar həssas orqanizmlərdirlər və onlarda həmin reseptorlara yapışaraq yoluxma baş verir. İndi bu səth strukturların özləri nədir? Qram mənfi və müsbət olmaqla bakteriyaları bölürük. Əgər qram mənfi bakteriyalarında xarici membranın zulal və lipoprosaxaridlərdən, lipopolisaxaridlərdən təşkil olunur. Qram müsbətlərdə isə səth zulalları ilə bərabər həm də gliserin texoat turşusu olur. Bakteriyaların qram mənfi, qram müsbət bakteriyalar haqqında 11-ci sinif dərsliyinin arxasında məlumat verilib ki, qram müsbət bakteriyalarında səth membranı 40-a yaxın qat əmələ gətirir. Qram müsbətlərdə 40-a yaxın qat olur. Qram mənfilərdə isə 1 və yaxud da 2 qat olur. Viruslarda sahib orqanizmə qarşılıqlı təsir kapsid zulalar və glikoprotein çıxıntıları vasitəsilə olur. Virusun sahib hüceyrəyə yapışması. Kapsulalı bakteriyalarda isə kapsula polisaxaridləri və polipeptidləri vasitəsilə olur. Deməli, viruslar sahib orqanizmə kapsid zulalları və glikoprotein çıxıntıları vasitəsilə olur. Kapsulalı bakteriyalarda isə kapsulanın polisaxaridləri və polipeptidləri vasitəsilə yoluxma olur. Buna görə də sahib hüceyrənin strukturunda reseptorlar çox olduqda bunlara deyirik həssas, reseptorlar az olduqda isə qeyri-həssas orqanizmlər deyilir. Və mikroorqanizm həmin sahib hüceyrəyə yapışandan sonra artıq müvafiq nahiyədə başlayır çoxalmağa və həmin yerdə də məskunlaşır. Məsələn, vəbanın törədiciləri nazik bağırsağın eptel hüceyrəsinin səthindədir. Dizenteriyanın törədiciləri yoğun bağırsağın eptel hüceyrəsinin daxilindədir. D dizenteriya D daxilində, yoğun bağırsağın eptelisi daxilində çoxalırlar. Sonra demək, bir çox bakteriyaların patogenləri eptel hüceyrələrinin daxil olması ilə əlaqədardır və dəri selikli qişalarda koloniyalar
deyir ki, bununla heç də həmişə məhdudlaşmır. Çünki infeksiyalaşmanın növbəti mərhələsi mikroorqanizmlərin toxumada əksər hüceyrələrə nüfuz etməsidir. Yəni, tək epitel hüceyrələri deyil, digər hüceyrələrə də nüfuz etməsidir. Hüceyrəyə daxil olma qabiliyyəti xüsusi amillərlə təmin olunur və bu da membran zülalları vasitəsilə, həmin uyğun reseptorlar vasitəsilə həyata keçirilir. Məsələn, burada belə bir tapşırıq verilib. Difteriya toksini hüceyrəyə daxil ola bilməsi üçün səth strukturlarından uyğun reseptora malik olmalıdır. Və məsələn, difteriya toksini hüceyrə membranında özünə uyğun reseptor tapmadıqda, hüceyrəyə daxil ola bilməsi üçün başqa bir birləşdirici fraqmentdən istifadə edir. Məsələn, B fraqmentindən istifadə edir. B fraqmenti hüceyrənin səth strukturuna müvafiq reseptorla birləşir, membran onu içəriyə qəbul etmək üçün hazırlanır və beləliklə də A ilə göstərilən difteriya toksini hüceyrəyə daxil olur. Birləşdirici fraqment isə, baxın, burada qeyd olunur, B birləşdirici fraqmentidir. Birləşdirici fraqment isə özü hüceyrədən kənarda qalır. Difteriya toksinini hüceyrəyə ötürə bilməsi üçün sadəcə səth ilə əlaqə yaratmışdır və toksin daxil olduqda ribosomları məhv edir. Ribosomda zülal sintezinin dayanmasına səbəb olur və beləliklə də hüceyrənin məhv olmasına gətirib çıxardır. İnfeksion proseslərin baş verməsində sahib orqanizmlərin rolu. Orqanizmlərin xəstəliyə qarşı davamlılığı onun fiziki göstəricilərindən də asılı ola bilər. Məsələn, immun sisteminin vəziyyətindən, sinir sisteminin dayanıqlığından, qidalanmasından, irsi amillərdən və s. asılı ola bilər. Adətən yaşlı insanlarda pnevmoniyanın gedişi ağır olur. Buna əsas səbəbi isə timus vəznində baş verən dəyişikliklərdir. Bilirik ki, timus uşaqlarda ölçücə böyük olur, böyüdükdə isə timusun ölçüsü kiçilir. Bu isə əgər uşaqlarda da timusun ölçüsü kiçik qalıbsa, somatotop hormonun çatışmazlığı ilə əlaqədardır. İmmun sistemlərinin, immun reaksiyalarının zəifləməsinə gətirib çıxardır. Yeni doğulan uşaqların 6 aya qədər infeksion xəstəliklərə qarşı dözülmə olmasının səbəbi anadan plasenta vasitəsilə aldığı antitellər hesabınadır. Bəzi sosial faktorlar, məsələn, stres, depressiya, yorğunluq, bunlar da immun sisteminin zəifləməsinə gətirib çıxardılar. Həmçinin endokrin sistemin patologiyası da immun sistemin zəifləməsinə gətirib çıxardır. Məsələn, şəkərli diabet irinli infeksiyaların törədicilərinə qarşı həssaslığı artırır. Ona görə də şəkər xəstələrində irinli infeksiyalara qarşı meyillik olur. Keyfiyyətli qidalarla qidalanmadıqda, uzun müddət ac qaldıqda isə sosial xəstəliklər deyə xəstəliklər meydana çıxır. Həmçinin A vitamininin çatışmazlığı fagositlərin funksiyasını zəiflədir. Nəticədə dəri və serikli qişalarda iltihabi proseslər baş verir. B və C vitaminləri isə vərəm, difteriya, stafilokok, streptokok kimi xəstəliklərə qarşı həssaslığı artırır. Deyirlər ki, qız uşaqları daha dözümlüdür. Çünki qızların immun sistemi oğlanlardan daha tez formalaşır. Amma aybaşı və hamiləlik zamanı iki halda bu immun sistemi zəifləyir və onların irinli infeksiyalara qarşı həssaslığı artır. Bir də sahib orqanizmin dedik, infeksion xəstəliklərə qarşı həssas olmasının səbəbi anadan gəlmə immun çatışmazlığıdır. Bu, ilk dövrlərdə kəskin şəkildə təsavvür edir və iltihabi proseslər geniş baş verir. Həmçinin demək, tənəffüs yollarında, mədə-bağırsaq, sinir yollarında, qişalarda infeksiyaların, mikroorqanizmlərin toplanması da müşahidə olunur. Və deyir ki, mühitlə təmas etməyən, birbaşa təmas olmayan toxuma və orqanlarda qan, limfa, daxili orqanların əksəriyyəti, onurğa beynin mayesi, beyində mikroorqanizmlərə adətən rast gəlinmir. Ancaq bu mikroorqanizmlər müdafiə sistemlərini aşaraq qana da keçə bilirlər, daxili orqanlara da keçə bilir. Yəni, adətən xarici mühitlə təmas etməyən hissələrdə mikroorqanizmlər olmur, amma onlar bir yol tapıb yenə də orqanizmə daxil ola bilirlər, həmin orqanlara daxil olur və burada irinli iltihabi proseslər əmələ gəlməsinə səbəb olur. Mühitin infeksion xəstəliklərin gedişinə təsiri, ümumiyyətlə mühiti təsir etməklə infeksion xəstəliklərə qarşı
reaksiyanı dəyişə bilər. Məsələn, Pasterin apardığı təcrübə var. Qara yara törədicilərinə qarşı həssas olmayan toyuqları soyuq suda saxlamış və onları xəstələndirməyə nail olmuşdur. Bununla da müəyyən etdi ki, soyuq bədən müqavimətinə mənfi təsir göstərir və beləliklə də xəstəliklərə qarşı dayanıqlığı azaldır. Bundan başqa istifadə olunan cihazlar, ionlaşdırıcı şüalar, bunlar immun sistemini zəiflədir, qırmızı sümüklərində qan yaradıcı funksiyasının dəyişikliklərinə səbəb olur. Sonra bir çox sosial xəstəliklər vardır ki, siflisdir, cüzamdır, vərəmdir, bağırsaq infeksiyalarıdır. Bunlar da məsələn geniş yayılır, zoonoz infeksiyalarına aiddirlər. Bir də əsas burada vurğulamaq istədiyim infeksion xəstəliklərin qarşısını almaq üçün müxtəlif tədbirlər var. Birincisi yüksək temperaturdur. Temperatur zülalları fiziki denaturasiyaya uğradır və mikroorqanizmlərdə temperatur zülallar denaturasiyaya uğradığına görə mikroorqanizmlərin məhvi baş verir. İkinci qurutmadır. Bir də təzədən vurğulayaq ki, mikroorqanizmlərdə 80-85% su var idi. Su onların həyat fəaliyyəti üçün vacibdir. Buna görə də sitoplazmanın susuzlaşdırılması sitoplazmatik membranın keçiriciliyinin pozulmasına səbəb olur. Nəticədə hüceyrələrin qidalanması pozulur və o fəaliyyətdən qalır. Üçüncüsü isə şüa enerjisidir. Şüa enerjisi dediyimiz bağırsaq patogen, daha doğrusu bakteriyaların, patogen mikroorqanizmlərin günəşin tərkibindəki qurtəbənövşəyi şüaların təsirindən məhv olmasıdır və bunu ən çox istifadə edirlər, demək, əməliyyat otaqlarında falan daha geniş istifadə olunur. Mikrobiologiyadan danışmaq istədiyim, sizə çatdırmaq istədiklərim bu qədər. Gələn dərslərdə görüşənədək sağ olun, sağlıqla qalın.